Sabiq Xarici İşlər Naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu vəfat edib. 93 yaşında dünyasını dəyişən Çavuşoğlu el arasında Osman ağa kimi tanınırdı. O, uzun müddət Alanya şəhərində siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, təhsil sektorunda da çalışıb. Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi Chevrolet Cruze markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı su ötürücü arxa aşıb. Qəzada sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.